Hər vaxtınız xeyirli olsun. Möhtəşəm bir evin təqdimatına gəlmişəm. Hörmətli izləyicilərim. 3 balkonlu ala bir evdir. Gözəl təmir olunmuş, asfalt yolunun üzərindədir. Çox gözəl təmir olunub bu ev. Euro təmirli evdir. Evin xarici görünüşünü sizə tam olaraq göstərim. Baxın, balkonun biri ümumi istifadə üçün olan ortadakı və bunlar sağ və soldakılar yataq otaqlarına düşür. Həyətyanı sahə bu qaydadadır. Bir 5-6 maşın daxil ola biləcək bir həyətyanı sahəsi var. Girişdən başlayaraq görürsünüz, sol istiqamətdə bütünlüklə gül çiçək zonası düzəldilib. Buradan zirzəmisinə keçid qoyulub. Evin 1-ci və 2-ci mərtəbəsi monolit betondur. Paket kupçalı dövlət ipotekasına yararlı evdir. Hörmətli izləyicilər, gəlin daxil olaq evə. Baxın, belə bir giriş isə mövcuddur. Kermogranit gördüyünüz hər bir yeri istipoldur, təkcə qonaq otağından başqa. Daxil oluruq evə. Biləşən işıqlandırılmasına kimi bütün incə nüanslara fikir verilib. Burada yerləşir evin mətbəx sahəsi, çox gözəl təmir olunub. Pəncərəsi evin öz həyətyanı sahəsinə baxır. Masazada 6 nömrəli məktəbin yaxınlığı, yanı 100 metrliyi və asfalt yolunun üzərindədir. Sağ istiqamətindən davam etdikdə burada yerləşir. İlk mərtəbənin sanuzeli, ev 4 bir tərəfdən cüt kubiklə inşa olunub, 60'ın 60'a təməl üzərində və mərtəbənin yekununda beton kəmər atılıb. Buradan pilləkənin altı hissəsi əlavə əşyaların yığılması üçündür. İnternetinə kimi çəkilib dəyərli izləyicilər. Baxın, kollektor sistemi də buradadır. Daha sonra mən sizə qonaq otağını göstərim. Çox səliqəli bir evdir, həqiqətən də. Burada yerləşir evin qonaq otağı. Belə bir qonaq otağı var. Qonaq otağı istipol deyil, digər bütün tərəflər istipoldur. Bu evin qonaq otağı, tavanda da figurlar yığılıb. Kondisioner və TV xətti hər bir otağa çəkilib. Qalxaq 2-ci mərtəbə ilə mən sizə tanış edeyim. Baxın, işıqlandırılmasına kimi işlər, xırda işlərin hər biri həyata keçirilib və çox keyfiyyətli inşa olunmuş bir evdir. Çox əla qiymətlə təklif olunur. Evin ilkin qiyməti 135.000 manatdır. Real alıcılara indirim olunacaq. 2-ci mərtəbə qalxdıqda burada yerləşir. 2-ci mərtəbənin sanuzeli, hörmətli izləyicilər. Baxın, belə bir saniter qovşaq. Daha sonra davam edək. Burada belə bir yataq otağı. Bütün rənglərdə bir-birinə uyğun seçilib. Buradan eyvan sahəsinə çıxış var. Baxın. Belə bir eyvan sahəsi. Kifayət qədər hündür, rütubətsiz əla bir ərazidə yaxınlıqda məktəbi bağçası, iri supermarketlə şəbəkəsi hər biri mövcuddur. Burada ümumi istifadə üçün yerləşən balkon sahəsi. Burada deməli, növbəti belə bir yataq otağı. Buradan da balkona çıxış var. Burada ümumilikdə 4-cü otaq, evin qiyməti 135.000 manatdır. Real alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.